Polyot adı saat sənayesində Sovet dövründən tanınan markalardan biridir. 90-cı illərdən sonra markanın ad hüquqları alınaraq bu irs Almaniyada fəaliyyət göstərən şirkət tərəfindən davam etdirildi və klassik Sovet ruhu yeni modellərdə yaşadılmağa başladı. Bugün danışacağımız Aeronavigator modeli isə klassik pilot saatlarının ruhunu müasir formada təqdim edən modellərdəndir. İlk baxışdan iri ölçüsü dərhal diqqət çəkir. Böyük rəqəmlər, iri crown və sadə siferblat quruluşu oxunuşu maksimum rahat edir. Bizim əldə etdiyimiz variant isə limitli seriyaya aiddir və cəmi 500 ədəd istehsal olunub. 47 mm gövdə ölçüsü ilə saat biləkdə öz varlığını hiss etdirir. Mineral şüşə və 10 atmosfer suya davamlılıq gündəlik istifadə baxımından qane edicidir. Siferblatda istifadə olunan sarı illuminasiya isə xüsusilə axşam saatlarında oxunuşu daha da rahat edir. Saatın daxilində isə Molniya 3602 mexanizmi işləyir. Bu uzun illər istehsal olunmuş, sadə və etibarlı quruluşu ilə seçilən, manual qurulan mexanizmlərdəndir. Kökləri isə İsveçrənin məşhur Kortebert mexanizminə gedib çıxır və təxminən 40 saatlıq enerji rezervi təqdim edir. Molniya mexanizmləri ölkəmizə də yad deyil. Bugün belə bir çox antikvar cib saatında bu mexanizmlərə rast gəlmək mümkündür. Bu da onların nə qədər dayanıqlı və uzun ömürlü olduğunu göstərir. Ümumilikdə Polyot Aeronavigator klassik pilot görünüşü ilə ənənəvi mexaniki hissiyatı birləşdirən, xarakterli saat axtaranlar üçün maraqlı seçimdir. Bizimlə qalın və bizimlə zamanı fərqli oxuyun.